zamanlar sakinlərin istirahət məkanı olan bağ baxımsız vəziyyətdədir. Bura Bakının Binəqədi rayonu ərazisində yerləşən Pitomnik bağı kimi tanınan təbiət evidir. Sakinlərin sözlərinə görə hazırda bağın ərazisi baxımsız qalıb, təmizlik işləri aparılmır, infrastruktur isə tamamilə köhnəlib. Mən özüm 10 yaşımdan, 12 yaşımdan bu parka gəlib, gedmişəm, istirahət eləmişəm. Amma indi bu parkın vəziyyəti çox bərbaddır. Burada 4 dənə körpü olub. Gölün ərazisi bundan böyük olub. Göl çox təmiz olub. Ərazi çox yaşıl olub və indiki ərazidən bu ərazi 2 dəfə böyük olub. Bax, bu bağ gedirdi 9-cu mikrorayona kimi. Çox böyük idi bu bağ. İndi 10 dəfə ondan alacaqlar. Zəbt eləyirlər, banisalar tikdilər, gönlə gündədir. Biabırçılıqdır. Qabaq cənnət idi bura. Bakıda bəlkə ən gözəl bağların biridir. Sakinlər deyirlər ki, bir vaxtlar geniş ərazisi və yaşıllığı ilə tanınan bu bağ son illər ətrafında aparılan tikinti işləri nəticəsində xeyli kiçilib. Buradakı süni gölü qamışlıq basıb. Bu isə xoş olmayan mənzərə yaradır. Sakinlər ərazidə yenidən abadlıq işlərinin aparılmasını istəyirlər. Parkın vəziyyəti çox pisdir, normal gəzə bilmirik, çox səliqəsizdir. Ümid edirik ki, aidiyyatı qurumlar bir tədbir görər bu barədə, təmir olunar. Neçə dəfə yazmışıq, dedilər, nə bilim, ərəblərlə danışıblar, onlar düzəldəcək, remont edəcək buranı. Yəni Bakıda bu dəqiqə torpaq azalır. Yəni burada itirsək, biz öz ağlının ciyərlərimizi itiririk də. Öyrəndik ki, sözügedən park Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Qurumdan Xəzər xəbərə bildirildi ki, məsələ araşdırılır. Nərmin Məmmədhəsənli, Davud İbrahimov, Xəzər xəbər.